Dostlar, gəlin belə bir sualla da açım sizə. Açım edim. Bu ilin sonuna qədər maddi durumunuz düzələcəkmi və yaxud da maddi planlarınız, maddiyyatla əlaqəli planlarınız həyata keçəcəkmi? Maddiyyatla əlaqəli maraqlanırsınızsa izləyin. Baxağın dostlar. 2 variant olacaq. 2 variant qoyacağım. Maddi durumunuza baxacağıq. Birinci kart olacaq hal-hazırki durumunuz. İkinci kart planlarınız. Üçüncü kartı koyacağım. Həyata keçəcəkmi? 2 variantdır. Bu kartın yerine birini də koyacağım. Burası boş kart çıxdı. Birinci variant yaşıl. İkinci variant mavi kart. Mavi konfet. Dostlar, fikirləşin. Başqasının yerinə də tuta bilərsiniz. Yəni öz yerinizə də, başqa da bir adamın yerinə də baxıb, yəni fikrinizə sualı tutub baxa bilərsiniz. Mən birinci variantdan başlayıram. Hal-hazırki durumunuz. Hal-hazırki durumunuz tam tarazlıqda deyil. Tam tarazlıqda deyil deyə bilərəm. Yəni stabil deyil də, belə-belədir. Belə-belədir, amma irəliləyişlər var burada. Yəni proses gedir. Yəni yaxşılığa tərəf gedir. Hal-hazırki durumda. Planlarınızı düz qurmusunuz deyim sizə. Planlar düz qurulubdur. Çünki hədəflərinizə çatacaqsınız görürəm dostlar. Şad xəbər gələcək. Nəyləsə, belə deyim də, məmnun qalacaqsınız ilin sonuna qədər. Çünki siz düz yoldasınız, düz gedirsiniz. Hədəflərinizi düz hədəfləmisiniz. Hədəflərinizə. Mütləq. Şad xəbər də gəlməlidir burada bir çoxunuza. Əla dostlar, əla böyük arkanlar çıxıb. Mütləq əla olacaq birinci variant. Bax, əlaya gedirsiniz, uğura gedirsiniz. Maddi durumlarınız mütləq bir çoxunuzun əla olacaq. İkinci variant mavi konfeti tutanlar. Hal-hazırki vəziyyət uraz. Əsir düşmüşsünüz, bağlısınız, bəzilərinizə daşıdı mənfi energetikada var, bəzilərinizin əli qolu bağlıdır, yəni maniyələr də ola bilər burada, özünüzü pis də hiss edə bilərsiniz, siz sıxan insanlar da ola bilər burada dostlar, amma belə bir şey deyim sizə, biraz səhvlər də eləyə bilərsiniz siz, bax. Mən sizə bir şey deyim mi? Siz özünüzü bir çoxunuz qurban eləyirsiniz. Heç kəsə özünüzü qurban eləməyin. Kompromisə getməyin. Yəni öz arzularınızı, öz hədəflərinizi hamıdan, hər şeydən irəlidə tutun. Bax, səhv eləyirsiniz. Səhvləri özünüz eləyirsiniz. Görürsünüzmü? Uçuruma gedir. Uçuruma gedir. Optimistik nastroyla özünü qurban eləyir. Ki ümumi hamının vəziyyəti yaxşı olsun deyə. Bir çoxunuzda demirəm hamınızda, əlbəttə ki hamınızda düz düşməyə bilər. Amma bir çoxunuzda budur vəziyyət. Yəni bir də belə bir şey deyim, tam planlaşdırılmamış, planlı şəkildə gedin. Planlaşdırılmamış şəkildə gedirsiniz bir çoxunuz və qurban olursunuz. Başa düşürsünüzmü? Kimisə qurbanına çevrilirsiniz. Əsir düşürsünüz. Görürsünüz? Bağlıdır, sıldıq, bəsir düşübdür. Ona görə də heç kəsə qurban olmayın. Öz arzularınızı, öz prinsiplərinizi, öz hədəflərinizi hər şeydən irəlidə tutursunuz. Boş yerə də bu videoya rastlaşmamışsınız. Bunu bilin. Həyatda hər şey qanuna uyğun baş verir dostlar. Siz bu dəqiqə buna baxırsınızsa, deməli, nəsə buradan hansısa sözləri eşitməlisiniz. Kainat, Selennaya sizlə hansısa formada həmişə danışır. Sadəcə diqqətli olmaq lazımdır. Bəli, elə insanlar var, belə şeylərə, kartlara skeptik yanaşırlar,
Maşennik deyə bilərlər. Xeyr. Bunlar 15-ci əsrdən var. 15-ci əsrdən var. Ta qədimdən. Padşahların da münnəcimləri olubdur. Bunların özlərinin kitabları var, mənaları var. Burada yəni bu bir elmdir əslində. Bilənə düzdür. Çox da adam var pul üçün nəyisə üstünlə ağlına gələn deyir. Xeyr. Bunu oxuya bilən adam üçün bu elmdir. İnanın. Bax belə dostlar, diqqətli olun, öz arzularınızı düşünün, özünüzü düşünün, öz həyatınızı birinci qururuq, öz həyatımızı, sonra başqalarına kömək edirik. Qurban olmaq lazım deyil, heç kəs qiymətləndirilmir, heç kəs də gətirib medal taxası deyil sizə. Bu qədər, yenə açımlar edəcəm.